Eləcə də biz Quranın nazil olanda, yəni nazil olma formasını, sanki evin tikilmə formasına bax. Yəni təsəvvür et ki, bax evin tavanı var, amma evdə heç nə yoxdur. Dayana bilər o göydə? Mümkün deyil. Heç nə yoxdur. Heç nə tutub saxlamayıb. Sadəcə tavan var. Və sonra işıqlar gəlir yerinə. Və sonra divarın biri gəlir. Və sonra divar hələ tam olmayıb, amma o künc var o. Bax o plasmas künc. Onu qoyurlar ora, bir dənəsini. Və sonra gözün qapı gəldi. Sonra gözün şkaf gəldi, amma o divar hələ yoxdur yerində. Şkaf gəldi yerinə. O şkafın üstü var, hələ altı yoxdur. Alt gəldi. Sonra o kran gəldi. Sonra xalqenlik gəldi. Sonra ev, stol gəldi. Amma hələ fundament yoxdur evdə. Sonra fundament gəldi, misal üçün. Evin kebi də. Və sonra döşəməsi, sonra hər şey, bax belə-belə. Axırda mükəmməl bir dənə ev. Elə şey eləmək olar? Mümkün deyil deyəsən. Mütləq neysən? Altdan başlayırsan, özünce. Birinci kebi qoyursan, sonra hər şey olur, sonra başı remont olunmağa, deyil mi? Hər şey, binalar, divarların üstündə, hər şey tərtiblə də, Quran tərtiblə gəlməyib. Quran bax, oradan buradan nazil olurdu. Bax, Fatiha surəsi nazil oldu və sonra misal üçün Bəqərə surəsinin 5 ayəsi nazil oldu, misal üçün. Və sonra Bəqərə başqa bir surədən, misal Nisa surəsinin ortasından 5 ayə nazil oldu. 10 ayə nazil oldu. Hələ nə qabaq var, nə arxa var. Sonra bu 10 surədən 100 surə o yana 20 dənə surə nazil oldu. 20 dənə ayə nazil oldu. Orta boş dənə. Sonra belə yavaş, sonra başqa surələrdən biraz nazil olur. Hərəsinin ortalarından, oradan, buradan, hadisələrə uyğun olaraq və ya ibtidai olaraq birdən-birə Allah Azza və Cəllə tək hadisə ilə yox, belə də nazil edildi. Və sonra o ayələri, hər dəfə ayə nazil olanda, görün Allah Rasulü vəhiyyə bax, bu dəhşət bir şeydir. Yəni, həqiqətən bunu başa düşən insan, yəni, heç vaxt Quranı şey olmaz, yəni də Quran haqqında şübhəyə düşməz. Təsəvvürlə Allah Rasulü hər dəfə ayə nazil oldu ki, bu ayəni, bu 5 dənə ayəni, filan surənin filan yerinə qoyun. Bu 5 dənə ayəni, filan surənin filan yerinə qoyun. Və onlar qoyanda o ayələr bir-birinə calanırdı. Misal bir ayə nazil olmuşdu 2 il qabaq. Və indi nazil oldu ayə və qoydular 2 il qabaq nazil olan ayələrin arxasına caladılar. Gördülər qafiyə, mövzu, nə qədər uyğun gəlir. Amma bir-birini necə tamamlayır. Təsəvvür etsəm, yəni, dəhşətli bir şeydir.